Qəhrəmanlıqları ilə tarix yazan şəhidlərin əziz xatirəsini əbədiləşdirən Bir şəhid, bir hekayə, bir şeir kitabının növbəti cildi işıq üzü görüb. Azərbaycanlı və Türkiyəli müəlliflərin əsərlərinin toplandığı kitabın təqdimat mərasimi keçirildi. Kitabın müxtəlif cildlərində toplanılan hekayələr və şeirlərdə şəhidlərin əzəmətindən, əbədiliyindən bəhs edilir. Bu ilin yanvar ayında Harun Yıldırım bəy bizə təklif elədi ki, növbəti cildi Azərbaycan şəhidlərini həsr eləmək istəyirik. Kitabımızda 59 yazarın 62 şəhid hekayəsi öz yerini almışdır. Əsas burada mövzu, yəni şəhidin bioqrafiyası deyil, bir şəhid haqqında məqalə deyil. Onun doğulduğu gündən şəhadət anına yüksəldiyi günə qədər olan həyatı bir hekayə halında, yəni sanki bir film kimi qələmə alınıb. Tədbirdə çıxış edən müəlliflər şəhidlərlə bağlı xatirələrindən söz açdı, şeirlərini səsləndirdilər. Şehit nurlan olsun dünyada şanım, muradı ererim akınca kanım, nurlan adımla nur saçarım belki. Bu proje bana geldiği zaman ilk önce tamam yazacağım dedim. Bir ön görüşme yapıldı ama ondan sonra çok ağır bir hastalık dönemim geçince projede olamayacağımı söyledim Harun Yıldırım beyefendiye. O da acele etmedi. O gece rüyamda şehit Resulümün kalbi avuçlarıma verildi. Beni yaz, ben ölmedim dedi. Ondan sonra ben bu projeye girdim. 5 tane yazar arkadaşımızla geldik ama benim şu tarafımda, benim şehidimle geziniyorum burada. Təqdimat mərasimində şəhidlərin qəhrəmanlıq salnamələrinə şahidlik edən yoldaşları və ailə üzvləri də iştirak etdilər. Bir şəhid, bir hekayə, bir şeir kitabının 4-cü cildinə daxil edilən Hərbin Peyğəmbəri hekayəsi isə xalqının, vətəninin vüqarını, şərəfini və ləyaqətini qorumaq üçün canından keçən General-Mayor Polad Həşimovun xatirəsini əbədiləşdirir. Belə baxanda görürük ki, onlar bu dünyada yoxdur. Bir ana olaraq görə bilmirəm. Amma belə kitablarda yazılanda özümə fikirləşirəm ki, yəni mən görə bilmədiyimi mənim gələcək körpə balalarım böyüyəcək, kitab oxuyanlar onları kitabdan görəcəklər, belə deyək, qanacaqlar, onlar haqqında fikirləşəcəklər, kitab onları yaşatdıracaq. Türk millətinin qəhrəmanlıq tarixinə işıq salan kitabın növbəti cildinin Kipr şəhidlərinə həsr olunması nəzərdə tutulub. Arzu Yusif, Miraziz Mirəlioğlu, Edvin Cəfərov, Mədəniyyət xəbərləri.